Hazırda Metropolitenin 28 may stansiyasındayıq. Burada da girişdə bağlıdır. Operatorumuz Çingindən zəhmət olmasa xahiş edirəm. Çingiz qapını göstərək. Sərnişinlər gəliblər metronun qarşısında. Hal-hazırda girişə məhdudiyyət qoyduğundan polis əməkdaşları vətəndaşlardan avtobuslara, digər nəqliyyat vasitələrindən istifadə etməyi bildirdilər və hal-hazırda hələ ki problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı hələ ki məlumat yoxdur. Bir daha qeyd edim ki, bu günlərim saat 12:10 radələrində Ulduz Nərmanov mənzilində təmas reysində yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu məqsədlə təhlükəsizlik məqsədi ilə Ulduz Nərmanov stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu məqsədlə metronun bütün giriş-çıxışlar, bütün stansiyalarda olan giriş-çıxışlar bağlanılıb və sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. Operatorumuzdan xahiş edim, bu məqsədlə yaxınlaşaq sakinlərdən, vətəndaşlardan da fikirlərini öyrənək. Salam, zəhmət olmasa özünüzü təqdim edin. Necə? Özünüzü təqdim edin. Turan Kərimi. İndi metroya girmək istəyirsiniz yəqin ki, bu fikirləriniz ümumiyyətlə dedilər, nə bildirdilər? Bəli, mən Adunsu Universitetinin tələbəsiyəm. Universitetə metro ilə gedib gəlirəm bəzən. Əksərən gedərkən istifadə edirəm. İndi bağlıdır, onu gözləyirəm. Nə dedilər bununla bağlı sizə? Mən hal-hazırda heç nədən xəbərim yoxdur, bilmirəm. Heç bir fikrim yox. Çox sağ olun. Bir də operatorumuza Çingiz xahiş edir, vətəndaşlara yaxınlaşaq, bu fikirlərini öyrənək. Buyurun, sizə özü təqdim edin zəhmət olsun. Salam, Mustafa Yeməyoğlu, Nəsiroğlu. Siz də metrodan istifadə edən sərnişinsiniz. Sizdən nə dedilər buna bağlı? Vallahi hələ bir dəqiq məlumat yoxdur. Yəqin ki, ümid edirəm ki, yaxşı olar və vətəndaşlarımızın stabil gedib gəlmək üçün daha yaxşı şərait olar. Buna görə də dövlətimizdən, aidiyyatı qurumlarımızdan bir münasibət gözləyirik bir vətəndaş kimi.